Salam, hər vaxtınız xeyir olsun. 24.06.2020-ci il buraxılış imtahanı riyaziyyat suallarına baxırıq. Birinci sualdan başlayaq. Birinci sualda bərabər yanlış bucağın bir xarici bucağı daxili bucağından 4 dəfə kiçikdir. Bərabər yanlı kör bucaqlı üç bucaq çəkək. Xarici bucaqlarını çəkək. Bir xarici bucağı daxili bucağından 4 dəfə kiçikdir. Xarici bucaq daxili bucağından 4 dəfə kiçikdir. Üç bucağın bucaqlarını istəyir bizdən. Daxili bucaqla xarici bucağın cəmi 180 dərəcə verəcəkdir bizə. 4x plus x bərabərdir 180. 5x bərabərdir 180. X bərabərdir 36 dərəcə. Demək, x 36 dərəcədirsə, bax, bura 36 dərəcədir. Digər bucaq 4'ü 36'ya vuranda 144 dərəcə. Bərabər yanlış bucaqda təpə bucaq 144 dərəcədirsə, oturacağı bitişik bucaqlar bərabər olduğundan 180 dərəcədən çıxırıq 144 dərəcəni bölürük 2'yə. Bərabərdir 36, 36'ını da 2'yə böldükdə verir bizə 18 dərəcə. Demək, bura 18 dərəcə, bu da 18 dərəcə, təpə bucağı da 144 dərəcə, variant C. İkinci sual, tənliklər sisteminə aid sualdır. x bərabərdir 6, x plus y bərabərdir 11 olarsa, y minus x'i soruşur. Birinci tənlikdən x bərabərdir 3. İkinci tənlikdə yerinə yazsaq verir bizə 8. Y minus x'imiz də verir 8 minus 3 bərabərdir 5. Doğru cavab C variantı. Üçüncü sual. Modul x plus 5'in kvadratı plus 2y üstü 4 minus 2 üstü 5 plus 5z'in kvadratı minus 4'ün kvadratı. İfadəsinin en kiçik qiymətini tapın. Bilirik ki, modul x funksiyasının en kiçik qiyməti 0'dır. 0 plus 5'in kvadratı verir bizə 5'in kvadratı 25 plus bu ifadə tək dərəcədən olduğuna görə çıxaq olanda ümumi ifadəni sıfırlaya bilirik. Amma sıfırlayırıq, yəni en kiçik qiymətinə baxırıq. Ancaq burada tək dərəcədən qüvvət olduğuna görə biz kvadratı sıfırlayırıq. Cüt dərəcədən qüvvəti verir bizə 0 minus 2 üstü 5, mənfi 2 üstü 5 verir bizə mənfi 32. Bura baxırıq ki, qüvvət cütdür. İçərini, mötərizənin daxilini sıfıra çevirən qiymət var. Sıfıra çevirən qiymət z bərabərdir. Müsbət mənfi 4 bölünsün 5 kökdə. Yəni sıfıra çevirən qiymət olduğu üçün ümumiyyətlə mötərizəni sıfıra bərabər edirik. Plus 0 bərabərdir mənfi 7. Doğru cavabımız B variantı. B-in həndəsi hissəsində B2 bərabərdir. Mənfi 6. B3 bərabərdir 18 olarsa B5 istəyir bizdən. B5 istəyir. Ümumi düsturu yazsaq B-in bərabərdir. B1 vurulsun Q üstü M-1. B5'i də ifadə etsək bərabərdir. B1 vurulsun Q üstü 4. Və yaxud da ki B5'i B3 ilə ifadə etsək B5 bərabərdir. B3 vurulsun Q-nün kvadratı. Və əlimizdə verilənlərdən istifadə edərək Q-nü tapaq. B3'ü B2'yə bölsək verir bizə Q. 18'i də mənfi 6'ya bölsək verir bizə mənfi 3. Q bərabərdir mənfi 3. Deməli, B5'də necə yazırıq? B3 vurulsun Q-nün kvadratı. B3'ümüz 18 vurulsun mənfi 3'ün kvadratı. Bərabərdir 18 vurulsun 9. 162'ye bərabərdir. D variantı.
5-ci sual. P çoxhədisinin qüvvəti 4-dür. Q çoxhədisinin qüvvəti 10-dur. P minus Q üstü kvadrat vurulsun Q. İndi B'nin dərəcəsi 4-dür. Q'nun dərəcəsi 10-dur. Demək ki, bu ifadəni, misal üçün deyirəm ki, x kubu plus x üstü 5. Bu çoxhədlisinin dərəcəsi ən böyüyü 5-dirsə 5 götürürük. Dərəcə 5. Burada da onun kimi P 4-dür, Q 10-dur. Bu mötərizənin daxilinin dərəcəsi verəcək bizə 10. Onun da kvadratı elə bir ki 10'dursa onun da qüvvəti. Misal üçün deyək ki bir ifadədir x üstü 10'dur dərəcəsi də. Bax bunun dərəcəsi 10'dur. Bu ifadənin. Onun da qüvvəti 2'yə yüksəldirlər. Vurulsun Q'nun da dərəcəsi 10'dur. Yəni x üstü 10'dur. Bu ifadələrin hasilini tapdıqda x üstü 20 vurulsun x üstü 10. Bu da bərabərdir x üstü 30'a. Demək ki, bu çoxhədlinin hasilinin qüvvəti 30'a bərabərdir. 30. Elə bir ki, vizuallaşdırın gözünüzdə. P'nin yerinə dərəcəsi 4 olan bir çoxhədli yazın. Q'nun yerinə dərəcəsi 10 olan bir çoxhədli yazın. Onların fərqini tapın və yekunda dərəcəni hesablayın. 6-cı suala baxaq. AB parçasının A ucundan müstəvi keçirilmişdir. AB parçasının A ucundan müstəvi keçirilmiştir. B ucundan və onun C nöqtəsindən bu müstəviyə B1 və C1 nöqtələrini kəsən paralel düz xətlər çəkilmişdir. Deməli, bir də C nöqtəsindən. Bu C1'dir, bu da B1'dir. AB verib bizə 16. Bax, bunun hamısı verib bizə 16. BB1 8. CS1 isə 3 olarsa AC parçasının uzunluğunu soruşur. Bax, bura bir x yazaq. Diqqətlə baxsaq, burada oxşarlıq görürük. 2-3 bucağımız var. Biri böyük bucaq, biri kiçik bucaq. Deyək ki, bura yazaq AB verib bizə 16. BB1 verib bizə 8. Sonra AC bir də C1. C1'ə verib bizə 3. X'i soruşur. Nisbətləri yazaq. 16'nın x'ə nisbəti bərabərdir 8'in 3'ə nisbəti. İxtisarlarımızı aparsaq, burada qalır 2, x bərabərdir 6'ya. AC tərəfinin uzunluğunu soruşursa, AC tərəfi 6 cm bərabərdir. Doğru cavab 6. Yedinci sual. Diagonalları cəmi 42 olan tərəfi isə A tərəfi verib bizə 15. Rombun sahəsini istəyir. Rombun tərəflə diagonal arasındakı əlaqə düsturunu yadımıza salaq. 4A kvadrat bərabərdir D1'in kvadratı plus D2'nin kvadratı. Getirib yerləşdirsək. Deməli, birinci ifadəni sağı solu kvadrata yüksəldirəm. Olur D1'in kvadratı plus D2'nin kvadratı çıxılsın 2D1 D2 bərabərdir 42'nin kvadratına. İndi D1'in kvadratın D2'nin kvadratının yerinə 4A kvadratını yazışım. Bax, bunun yerinə yazıram 4A kvadratı. A'mız da 15'dir. 15'in kvadratı çıxılsın 2D1 D2 bərabərdir 42'nin kvadratı. Hesabımızı aparsaq 15'in kvadratı 225. 225'in də 4 ilə hasili verir bizə 900. Çıxılsın 2D1 D2 bərabərdir 42'nin kvadratı. 1764. Minuslu öyle bağışlayın pluslu. 1764.
İndi 2 D1 D2 bərabərdir 1764'dən çıxıram 900'ü. Verir bizə 864. D1 D2 də verir bizə D1 D2 864'ü 2'ye böləndə 432. Biz də bilirik ki rombun sahəsi S bərabərdir D1 vur D2 bölünsün 2. S də bərabərdir D1 D2 yerinə 432 bölünsün 2 bərabərdir 216 verəcəkdir. Ha variantı. Geçək 8. suala. S kvadratı plus S minus 6 SB plus 2B SB plus 2B bərabərdir. Kəsrini ixtisar edin deyir. Bu tipli ifadələrdə əgər əmsal varsa 2S kvadratı plus S minus 6 birincini sonuncuya vururam. 2 dəfə mənfi 6 mənfi 12. Vuranda mənfi 12 toplayanda müsbət 1 olan ədəd müsbət 4S mənfi 3S. Kənardakıları da salsaq aşağı bərabərdir. Birinci ifadədən 2S'ni çıxartdıq. S plus 2. İkinci ifadədən 3'ü çıxartdıq. S plus 2. Hər ikisindən ortaq S plus 2'ni çıxartdım. Kənar mötərizələri bir mötərizəyə yığ. Kənar ifadələri 2S minus 3. Demək, surəti buruqlara ayırdıq. S plus 2, 2S minus 3. Aşağıdan da B'ni ortaq çıxartsaq S plus 2 qalacaqdır. S plus 2'lər ixtisar getdi. Qaldı 2S minus 3. Məxrəcdə də B. Doğru cavab B variantı. Məftildir. Məftilin deyir ucundan, məftilin uzunluğunu bir x götürək. Məftilin yarısını da 2'də 1 x götürək. Deyir, məftilin ucundan 9'da 1 qədər kəsdilər. 9'da 1 x qədər kəsilibdir. Deyir, sonradan məftilin ortası 5 cm yer dəyişdi. 5 cm. Deməli, məftilin hal-hazırki ortasının uzunluğu 2'də 1 x-dir. Kəsdikdən sonra ortasının uzunluğuna baxaq. X-dən 9'da 1 x-i çıxsaq, verir bizə 9'da 8 x. 9'da 8 x'i də böləndə 2'yə 9'da 8 x'i. O da edir 9'da 8 x vurulsun 2'də 1. O da verir bizə 9'da 4 x. Demək ki, məftilimizin əvvəlki hissəsindən çıxsam 9'da 4 x'i bərabər verəcəkdir bizə 5'ə. Ortaq məxrəcə gətirsəm 18, 9'dan da 8 çıxdıq 1. Bunu elə bir 9'a vururam, onu da 2'yə. 18'də 1x bərabərdir 5. X də bərabərdir 90. Demək ki, əvvəldən məftilin uzunluğu 90 cm bərabər imiş. 10-cu suala baxaq. Bir çıx kosinus 2 alfa. Bir çıx kotangens 4 alfa. Bir çıxılsın kotangens kvadrat alfa bərabərdir. Demək, buradakı 1 minus kotangens üstü 4 alfanı kvadratlar fərqi kimi açsam, demək, birinci ifadə dursun. 1 çıxılsın kosinus 2 alfa. 1 çıx kotangens kvadratı alfa. 1 plus kotangens kvadratı alfa olur. Kvadratlar fərqi kimi açsam. 1 minus kotangens kvadrat alfa. Buna bu ifadə ixtisar getdi. Qaldı nə? 1 plus kosinus 2 alfa vurulsun. 1 plus kotangens kvadratı alfa da 1 plus kotangens
kvadrat alfa verir bize 1 bölünsün sinüs kvadrat alfa. Əsas trigonometrik yenilikdir. 1 bölünsün sinüs kvadrat alfa. Demək, indi əlimdə 1 minus kosinüs 2 alfa var. Kosinüs 2 alfanı açsam, kosinüs 2 alfa verir bizə sinüsdən ifadə eləməliyik ki, ixtisarlarımız olsun. Deməli, kosinüs 2 alfanın düsturları var. Xatırlasaq, 1 minus 2 sinüs kvadrat alfa və yaxud da ki 2 kosinüs kvadrat alfa minus 1. Mən indi birinci düsturdan istifadə edəcəm. 1 minus 2 sinüs kvadrat alfa. Demək, olur necə? 1 çıxılsın. Kosinüs 2 alfanın yerinə 1 minus 2 sinüs kvadrat alfa yazacağım. Vurulsun sinüs kvadrat alfa da 1. Bərabərdir. Mötərizələri açsam əgər, mötərizəni qaldırsam, bu verəcək mənə plus. Birdən islah getdi. 2 sinüs kvadrat alfa ilə sinüs kvadrat alfa ixtisar getdi. Qaldı 2 vurulsun 1. Cavabımız 2. Doğru cevap 2. D variantı. 11. suala baxaq. 11. sualda bərabər tərəfli üçbucaq, oxşar üçbucaq verilmişdir. Oxşarlıq əmsalı 5'ə bərabərdir. P1'in P2'ye nisbətini hesablayın. Biz bilirik ki, oxşar fiqurların tərəflər nisbəti, perimetrlər nisbəti sabitdir. Hündürlüklər nisbəti, medianlar nisbəti, xarici çəkilmiş çevrə radiuslar nisbəti, daxilə çəkilmiş çevrə radiuslar nisbəti K-ya bərabərdir. Yalnız K-nın kvadratı olur sahələr nisbəti, həcmlər nisbəti isə K-nın kubu olur. Bizdə oxşarlıq əmsalı 5'dir. P1'in P2'ye nisbətini istəyir. P1'in P2'ye nisbəti də elə 5'ə bərabər olacaqdır. Çünki oxşarlıq əmsalını 5 vermişdir. 12. sual. N bərabərdir A plus B. N bərabərdir B plus C. K bərabərdir A plus C. Ədədlərin ədədi ortası 100 olarsa, ABC ədədlərinin ədədi ortasını tapın. Yəni, deyir ki, N plus K bölünsün 3 bərabərdir 100'ə. Deməli, N plus K bərabərdir 300. Və bu ifadələri alt-alta toplasan, olur belə N plus K bərabərdir 2A plus 2B plus 2C. Olur 2A plus B plus C. Demək, K'nın yeri 300 yazsam, verir bizə 2 vurulsun A plus B plus C bərabərdir 300. A plus B plus C bərabərdir 150. Bizə deyir ki, ABC ədədlərinin ədədi ortasını tapın. Bu 3 ədədin ədədi ortasını tapmaq üçün A plus B plus C'ni 3'ə bölürəm. 150'ni də 3'ə böldük, verdi bizə 50. Doğru cevap A variantı. 13. sual. X kvadrat plus y kvadratı bərabərdir 0,4 olarsa, x bölünsün y nisbətinin kiçik qiymətini hesablayın. İki formada hesablaya bilərik. X, y bölünsün x kvadrat plus y kvadrat bərabərdir. 10'da 4'ü 10'da 4, 5'də 2 kimi yaza bilərik. Kvadrat x, y hasili 2 kimi, kvadratları cəmini 5 kimi yaza bilərik. Deməli, burada x, y bərabərdir 2k götürürük. X kvadrat plus y kvadratını 5 və onun misillərini götürürük. Buradan baxa kimi bilinir ki, x'imiz 1'dir. Y-imiz də verib bizə 2. Yerlərini dəyişik də yaza bilərik.
x 2'mizi 2 götürə bilərik, y 2'mizi 1 götürə bilərik. Amma bizdən x bölünsün y nisbətinin kiçik qiyməti istədiyinə görə biz x'in kiçik qiymətini yazırıq, y-in də böyük qiymətini yazırıq. 2-də 1'ə bərabərdir. Y variantı. Deməli 2 dənə eşya alırıq. Öz qiyməti 400 manatdır. İkincini alanda 60% endirim edilir. 400'ün 60% endirimlə qiymətini tapırıq. 460'a bölüb 100'ə vursam, getdi ixtisar verir bizə 240. 400'dən də 240 çıxanda verir bizə 160. Demək, 2 ədəd əşya nə qədər pul verildi əşyaya? Birinciyə nə aldı? Öz qiymətini vermişik. İkinciyə isə endirimli qiymətini vermişik. 160 manat vermişik. Toplam ümumi aldığım məhsula 400 plus 160 bərabərdir 560 manat pul vermiş. Çevrənin hər iki ucundan bax, bu ucundan keçir. Burada yan tərəfə perpendikulardır. Yan tərəfə perpendikulardırsa, demək ki, bura 180 dərəcədir. Şəkli düzgün vizuallaşdırım. Bax, onda deməkdir ki, bax, burada çevrədə xaricinə çevrə çəkilmişdirsə, əgər, bax, diagonal yan tərəfə perpendikulardırsa, deməli, bax, bu çevrənin trapesiyanın böyük tərəfi çevrənin diametridir. Bax, xassəni buradan tapdıq. Deməli, radiusu 4 tapmışıq, burada 4'dür, burada 4'dür. Bizdən uzunluğu soruşur. Yan tərəfdə 4 verdim. Radiusumuz da 4'ə bərabərdir. Bura 4'dürsə, burada 4'dür. Parallelogram xassəsinə əsasən bura 4'dürsə, burada 4'dür. Demək ki, fiqurun perimetri A, B, C, D bərabərdir. 4, oturacaqları toplayaq. Plus 8, plus 4, plus 4. Verdi bizə 20. İkinci cavab 20. A variantı. Hansı xassədən istifadə etdim? Bax, bu xassədən istifadə etdim. Əgər 90 dərəcədirsə bu, söykəndiyi bucaq, bax bura, 180 dərəcə olmalıdır. 180 dərəcədir deyə ikinci şəklimizi daha aydın göstərdim də. 180 dərəcədirsə bu yarım çevrədir. Bax, trapesiyanın böyüyü oturacağı çevrənin diametrinə bərabərdir. Buradan da ikinci radiusu çəkdim bu şəkildə. 4, 4, 4. Çünki radiusa bərabərdir hamısı. Burada da bir dənə parallelogram görürüm. Diqqətlə baxsaq. Parallelogram qarşı tərəflər bir-birinə bərabərdir. Bu qədər. Bu 15-ci sual idi. On 16-cı suala baxaq. A ədədi B ədədinin 40% azdır. A, B-dən 40% azdır. B ədədi A ədədindən neçə faiz çoxdur? A bərabərdir. B-dən, B 100%dirsə, 100-dən 40% az. Verəcəkdir bizə 60%. Deməli, A bərabərdir 0,6 B-yə. A bərabərdir 0,6 B-yə. Yazdıq 0,6 B. Burada hər tərəfi 10'a vursaq, bu verir bizə 10'a, bu da verir bizə 6B. İxtisar aparsaq, verir bizə 5A bərabərdir 3B. A'mız verəcək 3K, B'miz verəcək 5K. İndi deyir ki, B ədədi A ədədindən neçə faiz çoxdur? B A'dan. Dan olanı aşağı yazırıq. A 3'dür, 3K'dır. Yuxarı da 5K'dan çıxırıq 3K'nı. Vururuq 100'ə. Faiz nisbət soruşur. Bərabərdir 3K. 5K'dan 3K çıxdıq. 2K vurulsun 100. O da bərabərdir 200 bölünsün 3%. Onu da bölsək verir bizə 6 dəfə 66'dan
3'te 2 faiz. Bu 7. sual. Kök 10 çıxılsın kök 5. Kök 10 çıxılsın kök 2. Kök 2 üstə gələk kök 2 plus 1. Bir de kök 5 minus 1. Plus 1. İfadəsinin qiymətini hesablayın. Və birinci ifadədən kök 5'i ortaq çıxartsam. Qalır burada kök 2 çıxılsın 1. İkinci ifadədən də kök 2'ni ortaq çıxartsam. Baxın. Kök 2'ni ortaq çıxartsam. Bax buradan. Kök 2'ni çıxartdım. Qalır burada kök 5 minus 1. Kök 2 plus 1. Kök 5 plus 1. Deməli, kök 2 minus 1 ilə kök 2 plus 1'i bir qruplaşdırırıq. Kök 5 minus 1 ilə kök 5 plus 1'i bir qruplaşdırırıq. Kök 2'ni də kök 5'e vuranda burada verir bizə kök 10. Onu saxlayırıq. Deməli, kök 2 minus 1, kök 2 plus 1 kvadratlar fərqidir. Kök 2'nin kvadratı 2, çıxılsın 1'in kvadratı 1. Kök 5'in kvadratı verir bizə 5, 1'in kvadratı da 1. Bərabərdir. Kök 10 vurulsun. 2'den 1'i çıxanda 1, 5'ten 1'i çıxanda 4. Deməli, olur nə? Kök 5, kök 10 vurulsun. Verir bizə bunu sonra çeksək görək. Kök 10 vurulsun. Verir bize 4. O da verir bize 4 kök 10. İfadəsinin qiymətini hesablayın. On 8. sual. Çoxluqları verilib, deyir A ilə B-ni birləşdir, çıx S. A çoxluğu verilib bizə 2, 3, 6, 7, 8, 9, 11. B çoxluğu verilib bizə 3, 5, 6, 7, 10, 11. S çoxluğu verilib bizə 1, 3, 4, 5, 7, 12. A birləşir B. Çıxılsın S. Bərabərdir. Sayını istəyir. A ilə B-ni birləşdirək. A birləşir B. Bərabərdir. 2, 3. Hər ikisində 3'lər var. Hər ikisində 6'lar var. 5, 6, 7, 8, 9, 10, 11. 9, 10, bir də 11. S çoxluğu da 1, 2, 3, 4, 5, 7, 12. İndi bizdə deyir ki, A B-ni birləşdir, çıx S. A birləşir B-dən S-yə aid olanları çıxaşın. Və salam. Qalanlarını yazıram. 6, 8, 9, 10, 11. Sayı da sorulursa 5 sayıdadır. Bərabərdir 5. Doğru cavab 5. On 9. sual. Ölçüləri A bərabərdir 8, B bərabərdir 10, C bərabərdir 12 olan düzbucaqlı paralelipedin səthinin sahəsini istəyir. Düzbucaqlı paralelipedin səthinin sahəsi düsturu A buradır, B buradır, C buradır. Sahə düsturu 2 vurulsun AB, AC üstə gələk BC. Yerləşdirsək yerinə S tam bərabərdir 2 vurulsun
8 vur 10 üstə gələk 8 vur 12 üstə gələk 10 vur 12. 2 vurulsun 80 plus 96 plus 120 beraberdir 2 vurulsun. 120 ile 80 200 296. 2 ile 296'a vursak 12 bir yanda 19 bir yanda 592. Doğru cevap 592. 20. sual. İki oxşar trapeziyaların sahəsi S1'in eskiyə nisbəti 7'nin 63'a nisbətidir. Trapeziyanın perimetri, kiçik trapeziyanın perimetri 17 olarsa böyük trapeziyanın perimetrini tapın. Biz bilirik ki S1'in eskiyə nisbəti bərabərdir K kvadratı, P1'in P2'ye nisbəti bərabərdir K'ya. İndi biz bu bərabərdir yazırıq K kvadratı. K da burada bərabərdir. İxtisar gedəndə qalır burada 9'da 1. K kvadratı 9'da 1'dirsə K'mız da 3'də 1'ə bərabərdir. Deməli, P1'in P2'ye nisbəti 1'in 3'ə nisbətlə bərabər olmalıdır. Kiçik figurun perimetri 17 olarsa 17 böl P2 bərabərdir 1'in 3'ə. P2 də bərabərdir 3 vur 17 verir bizə 51. Doğru cevabımız 51'dir. Yirmi birinci suala baxaq. 2 minus x üstə gələk 3 vurulsun x plus 2 böyük bərabər 1. X minus 4 x minus 3 plus 5x 5 minus x 5 minus x vurulsun x plus 5 böyüktür mənfi 5'den. Tam əllərini sayımız üstünlüyü bizdən. Bura qaçsaq birinci mötərizənin birinci bərabərsizliyin həllini yazaq. Demək 2 minus x plus 3x plus 6 böyük bərabərdir 1. İkincini də açsaq x minus 3. Bura başsaq x kvadratı minus 7x plus 12 olacaqdır birinci mötərizə. İkinci mötərizədə verəcək bizə 5x çıxılsın x kvadrat plus 5 böyükdür mənfi 5'den. Böyük bərabər. Demək, bura verir bizə 2x 8 sağa keçirsək böyük bərabərdir 7'den. X də böyük bərabərdir 3,5'den. İkinci ifadədə də x kvadratlar sağa gedir. Mənfi 7x 5x verir bizə. Mənfi 2x 12 12 5 17 sağa da keçəndə verir bizə mənfi 17. Bu da böyükdür mənfi 22'den. X de kiçikdir 11'den. Aralıq kimi ifadə etsək, bərabərsizlər sistemi olduğundan x 3,5'den böyük. X 3,5'den böyük. X 11'den kiçik. 11 içi boş götürürük. Bərabərsizlər sistemi dediyinə görə bərabərsizliyin həlli 3,5 11 aralığıdır. Bərabərsizlər sistemi ödəyən tam həllərin sayını istəyir. Tam həllərin sayını bu aralıqda var. 4 5 6 7 8 9 bir də 10. Bərabərsizliyin tam həllər sayı
Say bize verecektir. Bize 7. Yirmi ikinci suala baxaq. Yirmi ikinci sual. Y beraberdir. X kvadrat minus 4. Yirmi ikinci suala baxaq. Y beraberdir. X kvadrat minus 4. X kvadrat plus 2. Funksiya olmuştur. MK nöqtələrin koordinatlarını soruşur. M nöqtəsi, N nöqtəsi, yox bu K nöqtəsi, N nöqtəsi isə bura düşür. Bu nöqtələrin koordinatlarını tapın. Bildiyimiz kimi M ilə K nöqtəsi funksiyanın sıfırlarıdır. Funksiyanı sıfıra çevirən qiymətlərinə baxaq. Demək ki, x kvadrat minus 4, x kvadrat plus 2 bərabərdir sıfır olan nöqtələrinə baxaq. Kəsir sıfır olması üçün sürət sıfıra bərabər olmalıdır. X minus 2, x plus 2 bərabərdir sıfır, x birimiz 2, x ikimiz də mənfi 2. Deməli, M nöqtəsinin koordinatı, M-nın koordinatı mənfi 2, 0, K-nın koordinatı 2, 0, N'in koordinatını tapaq. N, Y oxunun kəsdiyi nöqtə olduğuna görə bu funksiyada N nöqtəsi, bax bu N nöqtəsi, ordinat oxunu kəsdiyi nöqtə olduğu üçün x-ə mən 0 verəcəm. Bax bu funksiyada, bax bu x-lərə 0 verəcəm. 0'ın kvadratı çıx 4, 0 plus 2, cavabımız da verəcək mənfi 2. N nöqtəsinin koordinatı isə x-i 0'dır, y-i mənfi 2'dir. 23-cü suala baxaq. D nöqtəsi paralelogramın BS tərəfini Y nöqtəsində kəsən düz xət çəkilmişdir. YS ilə YD bərabərdir. Bax bu iki hissə bir-birinə bərabərdir. Bu hissələr də bir-birinə bərabərdir. BS 16'dır. Bu ümumi verir bizə 16. Perimetr DYS 28. Bax bunun perimetri 28 olarsa perimetr ABC'den sorulur. Bu tərəf A ilə ifadə edək. Onda burada olacaq A. Bura A'dırsa qarşı tərəfdə A'dır. Bu hissəni B ilə ifadə etsək, burada olacaq B. Qarşı tərəfdə olacaq A plus B. Əlimdə verilənlərdən istifadə etsək, BS 16'dır. BS 16'dırsa, yəni A plus B bərabər verəcəkdir bizə 16. Perimetr DYS verir bizə B üstə gələk, B üstə gələk A bərabərdir 28. Gətirək bu sistemdə A plus B'nin yerinə, bax bura 16 yazsam, B plus 16 bərabər 28, B bərabərdir 12. B 12 verəcəkdir. Perimetr ABCD'ni soruşur. ABCD'nin perimetri B 12'dirsə, dəliklər sistemdə yerinə qoysaq, A-nı da tapırıq 4. Vəssalam. Perimetr ABCD bərabərdir. Demək, toplasaq bunları 4A plus 2B verir də. 4A plus 2B bərabərdir. A'nın yerinə 4 yazaq. B'nin yerinə 12 yazaq. Bərabərdir 16 plus 24. O da verir mənə 40. Doğru cavab 40 santimetr.
24. sual. Tənliklər verilib. A tənliyi x kvadrat plus x minus 6 x bərabərdir 0. B tənliyi x kubu üstə gələk 4x kvadrat çıxılsın 9x minus 36. Burada da x plus 5 bərabərdir 0. C'ninkinə də baxsaq. C də bərabərdir. X kvadratı plus 4x minus 21. X minus 4 bərabərdir 0. Tənliyinin həllər çoxlu olarsa, Venn diaqramını tamamlayın. Birinci baxaq A'nın vuruqları ayrılın. A tənliyinin həllindən. Demək, x kvadrat plus x minus 6 bərabərdir 0. X minus plus 3, x minus 2 bərabərdir 0. X birimiz mənfi 3, x ikimiz də müsbət 2. Tənliyimizin həlləri çoxludur. İkinci tənliyimizi həll etsək, burada verir bizə x kubu. Birinci ifadədən x kvadratın ortaq vuruq kimi çıxarsaq, qalır x plus 4. İkinci ifadədən 9 ortaq vuruq kimi çıxarsaq, qalır x plus 4. Burada da x plus 5'imiz var. Bərabərdir. Ortaq vuruq kimi çıxarsaq, x plus 4. X kvadrat minus 9 bərabərdir 0. X plus 5. Bu tənlikdən deməli, x birimiz olacaq mənfi 4. X ikimiz olacaq müsbət 3. X üçümüz də olacaq mənfi 3. C tənliyini həll etsək, bax buradan. Kəsir o zaman 0 olur ki, sürət 0'a bərabər olsa. Vuruqları ayırsaq, x plus 7, x minus 3 bərabərdir 0. X birimiz mənfi 7, x ikimiz də müsbət 3. Venn diaqramına yerləşdirsək, o A olsun, bu B olsun, C. A'nın kökləri mənfi 3 ki, B'nin kökləri mənfi 3. Hər ikisində olan mənfi 3'dür. Yalnız A'ya aid olan 2'dir. Yalnız B'ye aid olan 3 ilə mənfi 4. Mənfi 4, 3. Deməli, yalnız B, bu C'dir. Yalnız B'ye daxil olan mənfi 4 olacaqdır. 3 həm C'ye aiddir, həm B'ye. Yalnız C'ye də aid olan mənfi 7 olacaqdır. Bildiyimiz sadə tənlikdir. Bu tənlikdə cavabları doğru Venn diaqramda yerləşdirmək lazım idi. 25. sual. Beşinci sual. Sinifdə 27 şagird var. 25. sual. Şagird sayı 27. Təsadüfə seçilmiş bir uşağın eynəkli oğlan, daha sonra seçilen uşağın eynəksiz qız olması. Deməli, 2 şagird seçilir. Mümkün hallar sayı 27 şagirddən ikisi seçilir. Onlardan biri eynəkli oğlan. Eynəkli oğlan sayı 10 nəfərə deməli M-lə ifadə edilibdir. Biz indi buradan M-i hesaplamalıyıq. Birinci M-i hesaplamaq üçün 5 plus M plus 9 plus 7 bərabərdir 27'ye.
M bərabərdir. Demək 14, 21, 6. M 6'dır. İndi bizdə deyək təsadüfi bir şagird seçilir. Eynəkli oğlan. Oğlan tapışıq 6. Kombinezon 6'dan 1 vurulsun. Eyni zamanda baş verir deyə hadisələr vururuq. Birinin də daha sonra seçilen uşağın eynəksiz qız olması. Eynəksiz qız olması kombinezon 9'dan 1. Vəssalam, bu ifadələri hesablayırıq. Deməli, kombinezon 21'dən 1, 27'dən 2. Hesaplayaq. Kombinezon 27'dir bu. Kombinezon 27'də 2. 27'də 2. Bərabərdir. 27 faktorial. 27 minus 2 faktorial. Bir de vurulsun 2 faktorial. Bərabərdir. 27'den 2 çıxdıq. 25 faktorial. 2 faktorial. 27 faktorialda ifadə edək. 25 faktorial vur 26 vur 27. 25 faktoriallar getdi. İxtisar 2 ilə 26 getdi. Qaldı 13. Aşağıya yazırıq. 13 vur 27. Yuxarıda işte hesablasaq. Kombinezon 6'dan 1 verəcək bizə 6. Kombinezon 9'dan 1 verəcək bizə 9. İxtisar aparsaq 9 ilə 27 3. 3 ilə 6 getdi 2. Yekun cavabımız 13'də 2 verəcəkdir. Bu qədər.